Övladı olanların beyin funksionallığı artır və qocalma prosesi ləngiyir. Bu təsir həm qadınlarda, həm də kişilərdə müşahidə olunur. Avstraliya, Sinqapur və Amerika Birləşmiş Ştatından olan tədqiqatçılar təxminən 55 yaşlarında olan 19.964 qadın və 17.607 kişidən alınan maqnit rezonans görüntüləmə məlumatlarını təhlil edərək onların uşaqlarının sayı ilə beyin funksiyası arasındakı əlaqəni araşdırıblar. Yaşlandıqca sinir əlaqələri zəifləyir, bu isə yaşlanma prosesinin normal bir hissəsidir. Əvvəla, yaşlı insanlarda beynin hərəkətə, fiziki hisslərə və sosial təmasların saxlanmasına cavabdeh olan sahələrinin fəaliyyəti pisləşir. Bununla belə, uşaq böyüdən insanlarda sinir əlaqələri sabit qalır və onların gücü birbaşa insanın böyütdüyü uşaqların sayı ilə əlaqələndirilir. Alimlər gənc qalma prosesini doğum və ya fiziki aktivliklə deyil, daha çox qayğı, sevinç və məsuliyyət kimi hisslərlə bağlı olduğunu iddia edir. Bu məsələ ilə bağlı cərrah oftalmoloq Leyla Kazımova STV xəbərə öz münasibətini bildirib. Əlbəttə, bu dünyada yaşamaq üçün insanın bir məqsədi olmalıdır, insanın bir səbəbi olmalıdır. İnsan səhər tezdən duranda o məsuliyyət hissini hiss etməlidir ki, mən kimi üçün, nə etməliyəm, nə cür etməliyəm. Bu insanın hər hansı bir xəstəlikdən sağalmağına da əlbəttə kömək edir. Bəzi analar, mən xəstələnə bilmərəm, çox yata bilmərəm, mən buna haqqım yoxdur, filan işləri bəs kimlər edəcək? Bunu daha çox biz müəllimlərdə müşahidə edirik. Fikir vermisinizsə, orta məktəb müəllimləri, universitet müəllimləri gec qocalırlar. Nə gözəl belədir, amma bu cürdür. Burada da altda yatan bir səbəb var. Mən düşünürəm ki, bu dediyiniz alimlər də çox gözəl bunu qeyd edib və sübut edib ki, daima beyin işlədirlər, daima bir disiplində yaşayırlar, bir səliqə səhmanda, eyni zaman durmaq, eyni vaxtda qidalanmaq, hər gün mütaliə etmək, hər gün o beynin sinirlərini düşündürmək, sevgi içində yaşamaq, axı biliyi paylaşmaq bir sevgidir, xoş bir şeyi, həyat bacarığını, həyatda əldə etdiyi nailiyyətləri kiminsə də paylaşmaq, əlbəttə bu özü bir xoşbəxtlikdir, bir sağlamlıqdır. Tarakan südü inək südündən 3 dəfə çox xeyirlidir. Tədqiqatçılar bildirib ki, tarakan südü inək südünün yaxşı əvəzləyicilərindən ola bilər. Tədqiqat Beynəlxalq Kristallografiya İttifaqı tərəfindən aparılıb. Məlumata görə tarakan südünün tərkibində 3 dəfə çox faydalı qida maddəsi var. Həmçinin sağlamlıq üçün vacib olan bütün amin turşuları, yağlar və şəkər. Nəticədə bu orqanizmin tam qidalanmasını təmin edir. Alimlərin sözlərinə görə tarakanların yetişdirilməsi iri buynuzlu malqara saxlamaqdan iqtisadi və ekoloji cəhətdən daha əlverişlidir. Böcəklər daha az resurs tələb edir, ətraf mühitə ciddi ziyan vurmur və eyni zamanda yüksək qida dəyəri olan məhsul istehsal edir. Mütəxəssislər əminliklə deyir ki, tarakan südü tezliklə supermarket rəflərində görünə və pəhrizin adi hissəsinə çevrilə bilər. Bəs siz bu yeni məhsulu sınamağa hazırsınızmı? Chemical Senses jurnalında dərc olunan və Monell Chemical Senses mərkəzi tərəfindən aparılan qlobal araşdırma Asiya, Cənubi Asiya və Afrikadan Amerika, Kanadaya yeni gələn Avropa əsilli 338 yetkin insanda 5 dərmanın və 2 acı modifikatorun acılıq intensivliyini araşdırıb. Alimlər insanların acı dadı reaksiyalardakı bəzi fərqləri izah edən genetik variantlar aşkar edib. Dərmanların qəbulunu asanlaşdırmaq üçün əlavə edilən dadlandırıcılar preparatın effektivliyinə zərər verməsin deyə tədqiqatçılar acı tamı tam bloklamaq üçün çalışırlar. Buna görə də dərmanların dadını hər kəs üçün yaxşılaşdırmaq və ehtiyacı olanlara qəbul etməyi asanlaşdırmaq məqsədi ilə aclıqdan qorunma strategiyaları üzərində işləyirik deyə alimlər bildirib. Kimlər oruç tuta bilməz? Ramazan ayında oruç tutmağın insan sağlamlığına müsbət təsirləri olsa da, bəzi hallarda isə tam əksinə, mənfi hallarla nəticələnə bilər. İnsulin və ya qan şəkərini azaldan dərmanlardan istifadə edən diabet xəstələri, şiddətli və kəskin dönəmdə olan ürək-damar xəstəliyindən əziyyət çəkənlər, hamilə və süd verən qadınlar, qan şəkəri tez-tez normadan aşağı düşənlər, mədə və ya 12 barmaq bağırsaq xorası, xroniki qaraciyər və xroniki böyrək
xəstəlikləri, çətin və ya ciddi xəstəlik səbəbilə əməliyyat keçirmiş və müntəzəm qidalanmalı vacib olan, aktiv yoluxucu bir xəstəlik olanlar həkimlərin icazəsi olmadan oruç tutmamalıdırlar. Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev səhiyyə.gov.az saytına verdiyi müsahibədə deyib. Həkim həmçinin bildirib ki, sağlam insanların oruç tutmağı tibb ictimaiyyəti tərəfindən də qəbul edilən insan səhhəti üçün faydalı prosesdir. Azərbaycanda uşaqların 15% nigahdan kənarda olur. 3 və daha çox uşağı olan ailələrin sayı getdikcə azalır. Eyni zamanda yeni doğulmuşlar arasında cins nisbəti ciddi şəkildə pozulur. Bunu Konstitusiya və Suverenlik ili çərçivəsində Ailə, Qadın və Uşaq Hüquqları konstitusion hüquqlarının əsas prioriteti kimi mövzusunda Milli Məclisdə keçirilən ictimai dinləmə zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq Təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. O bildirib ki, boşanmaların təşəbbüskarı 70% hallarda qadınlardır və səbəb kimi bir çox hallarda xasiyyətin uyğun gəlməməyi göstərilir. Taliyə İbrahimova aliment fondunun yaradılmasının zəruri olduğunu bildirib. Şöbə müdiri çıxışında qəsdən adam öldürmə cinayətlərinin təxminən yarısının ailə münaqişəsi zəminində baş verdiyini və ölkədə qız qaçırma, adam oğurluğu hallarına hələ də rast gəlindiyinə diqqət çəkib. Alimlərin tədqiqatları isə göstərir ki, atanın iştirakı uşağın emosional, sosial və zehni inkişafı üçün əhəmiyyətlidir. Atasız böyüyən uşaqlarda emosional, sosial davranış problemləri və akademik performansın zəifləməyi daha çox nəzərə çarpır. Döyülən uşaqların xroniki xəstəlikləri daha çox olur. Child jurnalında dərc edilən yeni bir araşdırma uşaqlıqda zorakılığa məruz qalmayanlarla müqayisədə fiziki və cinsi zorakılığa məruz qalanların böyüdükdə angina, artrit, asma, infarkt, depressiya və əlillik kimi fiziki və ruhi xəstəliklərə tutulma ehtimalının 2 dəfə daha çox olduğunu müəyyən edib. Toronto Universitetinin alimlərinin 80 mindən çox Amerika vətəndaşının davranış risk faktorlarına nəzarət sisteminin məlumatlarını təhlil edib. Uşaqlıqda fiziki, psixi və cinsi zorakılığa məruz qalan azyaşlılar xəstəliklərə meyilliliyi həmyaşıdları ilə müqayisədə 70% daha çox olub. Toronto Universitetinin Həyat Kursu və Yaşanma İnstitutunun tədqiqat koordinatoru Shannon Halls bildirib ki, insanlar adətən həyatın erkən yaşlarında yaşanan çətinliklərinin sonrakı dövrlərdə sağlamlığa təsiri barədə düşünmürlər. Tədqiqatdan çıxan nəticələr isə uşaqların təhlükəsiz mühitdə böyüməyinin onların gələcək həyat keyfiyyətinə necə birbaşa təsir etdiyini göstərir, deyə alim bildirib. Kərə yoxsa bitki yağı? Alimlər yeni bir araşdırma aparıb. Az miqdarda bitki yağı yemək sağlamlığı yaxşılaşdırır, ürək xəstəliklərindən və xərçəngdən qoruyur. Yeni bir araşdırmaya görə daha çox bitki yağı, xüsusən də soya, kələm və zeytun yağı istehlak edən insanlarda erkən ölüm riski daha az olur. JAMA Internal Medicine jurnalında yayımlanan və Amerika Kardiologiya Assosiasiyasının elmi sessiyasında təqdim olunan hesabatda bildirilib ki, daha çox bitki yağı və daha az kərə yağı istehlak edən erkən ölüm riskinin 17%-dən azalır. Bundan əlavə, xərçəng və ürək xəstəliklərinin inkişaf riski də minimuma enir. Bostondakı Brigham və Women's Hospital xəstəxanasının tədqiqatçıları isə 30 ildən çox izlənən 200 mindən çox insanın məlumatlarını təhlil edib. Tədqiqatlar aşkar edib ki, gündə ən çox yağ istehlak edən iştirakçılar erkən ölüm riski ilə 15% daha çox, bitki yağları, xüsusən soya, kələm və zeytun yağı istehlak edən insanlar isə erkən ölüm riski ilə 16% daha az qarşılaşır. Avropa Səhiyyə Orqanları xəbərdarlıq edir ki, yaxın aylarda qızılcaya yoluxma halları artacaq. Hazırda ən böyük qızılca epidemiyası Rumuniyadadır, lakin bütün ölkələrdə həyəcan təbili çalınır. Avropada qızılcaya yoluxma halları son 1 ildə 10 dəfədən çox artıb və səhiyyə orqanları insanların yüksək yoluxucu xəstəliyə qarşı peyvənd olunmağa çağırır. Avropa Xəstəlikləri Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatına görə 2024-cü ilin əvvəlindən 2025-ci ilin əvvəlinə qədər Avropa İttifaqı, İslandiya, Liechtenstein və Norveçdə 32 mindən çox qızılca hadisəsi qeydə alıb ki, bu da əhəmiyyətli artım deməkdir. Agentlik xəbərdarlıq edir ki, qızılca hadisələri 2024-cü ilin birinci yarısında pik həddə çatdığından hadisələrin önümüzdəki aylarda artma ehtimalı var. Ötən il qızılcaya yoluxma hallarının əksəriyyəti Rumuniyada, daha sonra İtaliya, Almaniya, Belçika və Avstraliyada qeydə alınıb. Bununla belə, bütün Avropa İqtisadi Bölgəsinin ölkələri, Avropa İttifaqı, İslandiya, Liechtenstein və Norveç hallar barədə məlumat verib. Rumuniyada 18, İrlandiya
İrlandiyada isə bir nəfər qızılcadan ölüb. Avropa Xəstəlikləri Qarşısının Alınması və Nəzarəti Mərkəzinin məlumatına görə yoluxmuş insanların böyük əksəriyyəti, yəni 86%-i peyvənd olunmayıb. Onların çoxu isə 4 yaşınadək uşaqlar olub. Azzanın istehsal etdiyi yağ məhsulunun satışı dayandırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı Azza Agro Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan Fermaza əmtəə nişanlı 82% yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən yağda bitki sterinləri ilə yanaşı yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb. Bununla bağlı məhsul partiyasının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, məhsulların üzərində təbii inək südündən alınmış, pastörizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, faktiki tərkibdə bitki yağının qatılmasının aşkar edilməsi istehlakçıların aldadılmasına və hüquqlarının pozulmasına səbəb olur. Yazda qəbul edilməli 4 ən vacib vitamin. Həkim yazda orqanizmə lazım olan vitaminlərin adlarını açıqlayıb. Mart ayı ərzində virus xəstəliklərinin, soyuq dəymə və ağır kəskin respirator infeksiyon yoluxmalarının sayı artır. Qida rasionumuzda kifayət qədər vitamin olmadığını nəzərə alsaq, orqanizm vitamin və mineral çatışmazlığından məhz bu ay əziyyət çəkir. Rusiyalı həkim-terapevt Yuliya Etlis yazda qəbul edilməli ən vacib 4 vitaminin adını açıqlayıb. İlkin olaraq terapevt sağlam immunitet və enerji üçün D vitamini qəbul etməyi məsləhət bilib. İkinci sırada orqanizmin zəhərli maddələrdən qorumaq və hüceyrələrin çoxalmasına dəstək üçün həkim vitamin C-ni qəbul etməyi tövsiyə edir. B qrup vitaminlər də qəbul edilməli əlavələr siyahısındadır. Stress və gərginlikdən qorumaq, yaz depressiyasından qurtulmaq üçün ən yaxşı vitamin kompleksi məhz budur, deyə həkim bildirib. Həkim sonda yazda qəbul edilməli vitamin siyahısına maqneziumu da əlavə edib. Maqnezium rahat yuxu, sakit əsəblər və ayaqlardakı yorğunluq, ağrı hissini aradan qaldırmağa kömək edər deyə həkim bildirib. Yuliya Etlis bu vitaminləri qəbul etmədən dozaları və saat intervalını təyin etmək üçün mütləq öz həkim-terapevtinizlə məsləhətləşmənizi tövsiyə edir. Uşaq tərəvəz və hətta meyvədən qəti şəkildə imtina edir, yalnız çips, pizza və ya makaron istəyir. Səbəbi nədir? Rusiyalı dietoloq Pavlovskaya deyir ki, bu hallara rastlaşırsınızsa, səbəb çox güman ki, övladınızda qida pozuntusu probleminin olmağıdır. Konkret qidalara alışqanlıq patologiyadır, deyə həkim bildirib. Yelena Pavlovskaya deyir ki, həkimlər qida seçiciliyini yalnız bu yaxınlarda xəstəlik təsnifatı kimi qəbul edib. Əvvəllər belə hesab olunurdu ki, qidalanma pozuntusuna yalnız iştahsızlıq aiddir. Tədqiqatlar nəticəsində məlum olub ki, insanın hər hansı bir ərzağı yeməməyi və ya bir neçə ərzağı davamlı yemək istəyi patologiyadır. Doktor Pavlovskaya deyir ki, əvvəllər belə hesab olunurdu ki, uşaq böyüyəndə qida alışqanlığı normallaşacaq. Bəzən də belə olurdu, amma müəyyən bir qrup insanlar var ki, ömrünün sonuna qədər hər hansı bir ərzağı yemir və yaxud da müəyyən qidalardan asılı olur. Artıq qida selektivliyi xəstəlik kimi qəbul edilib. Onun müxtəlif müalicə üsulları və həlli yolları axtarılır. Həkim valideynlərə uşaqlarına lap az yaşından meyvə və tərəvəz alışqanlığı yaratmağı tövsiyə etdiyini bildirib. 7 yaşına qədər uşaqlara isə bacardıqca zərərli sayılan qidalardan və fast fooddan uzaq tutmağı tövsiyə edib. Azının xeyri yoxdur, çoxu ziyandır. Sinədə xırıltını və acılığı qısa müddət ərzində götürsə də, problemi aradan qaldırmır. Çox içəndə isə daxili orqanları zədələyir. Bu sözləri mədə müalicəsi üçün sodalı su içənlərə səslənən Rusiyalı gastroenteroloq və terapevt Sergey Lapatin deyib. Biz soda içdikdə mədədə çox miqdarda karbon qaz əmələ gəlir. Bu zaman mədə yanması həqiqətən də dayana bilər. Ancaq daha sonra orqanın divarları qazların təsiri altında genişlənməyə başlayır ki, bu da geyirmə, narahatlıq və qarında şişkinliyə səbəb olur. Eyni zamanda mədədə xlorid turşusu ifrazı artır. Nəticədə mədə yanmasının aradan qalxması ilə gələn
gələn rahatlıq başqa bir reflekslə əvəz olunur. Mədə turşusu qida borusuna daxil olur və mədə yanması yeni güclə 2 qat geri qayıdır. Bu effektə turşu rikoşeti də deyilir, deyə həkim bildirib. Onun sözlərinə görə bu üsuldan müntəzəm istifadə edildikdə mədə yanması spazmları daha da tez-tez baş verir və bu da qida borusunun selikli qişasının zədələnməsinə gətirib çıxarır. Sodanın nəzarətsiz şəkildə istehlakı həmçinin mədə xorası və qastritin kəskinləşməsi baxımından da təhlükəlidir, deyə həkim bildirib. 5 il keçsə də Covid hələ də tibbi sirdir. Milyonlarla insan bu gün də koronavirusla yaşayır. 11 mart 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Covid-i pandemiya kimi təsvir etdi. Lakin elm adamları bəzi insanların hələ də niyə ilkin viral infeksiyadan sonra əlilliyə səbəb olan xroniki xəstəliklərdən əziyyət çəkdiyini başa düşə bilmirlər. Bəziləri uzun müddətli Covid fəsadları olan xəstələr üçün yeni növ klinik sınaqların hazırlanmasına çağırış edir. Uzun müddətli Covid-in ürək, ağciyər, böyrəklər, beyin, gözlər və dəri də daxil olmaqla təxminən bir çox orqan sistemində 200-dən çox fərqli simptoma sahib olduğu bilinir. Lakin bunun üçün təsdiqlənmiş bir test və ya tövsiyə olunan müalicə yoxdur. Tədqiqatlar göstərir ki, uzun müddətli Covid daha çox orta yaşlı insanlarda, xüsusən də qadınlarda və immun sistemi zəif olanlarda rast gəlinir. Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzinin hesablamasına görə Amerika Birləşmiş Ştatlarında hər 20 böyükdən biri və ya təxminən 14 milyon insan uzun müddətli Covid-dən əziyyət çəkir. Digər məlumatlar göstərir ki, 5,8 milyona qədər uşaq da məhz bu virusla yaşayır. Alimlər və xəstələrin hüquq müdafiəçiləri isə deyirlər ki, Milli Sağlamlıq İnstitutları tərəfindən uzun müddət davam edən Covid və potensial müalicələrin səbəblərini tapmaq üçün başlanılan 1 milyard dollarlıq Recover tədqiqat təşəbbüsü vədinə əməl etməyib. Amerika Şimal-Qərb Tibb Mərkəzinin Covid-19-un kompleks tədqiq mərkəzinin həm direktoru Dr. Igor Karalnik deyib ki, Covid-in insanın öz sağlam orqanlarına və toxumalarına hücum edən antikorlar istehsal etməyi üçün immun sistemini aldatması da mümkündür. Bəzi sübutlar göstərir ki, Covid qan damarlarının daxili astarına hücum edir, bu da kiçik qan laxtalanmasına səbəb olur. Bu isə uzun müddətli Covid-19 xəstələrinin yaşadığı nizamsız ürək döyüntüsü və ürək çatışmazlığı kimi simptomları izah etməyə kömək edir, deyə Karalnik bildirib.